Nişanə xanım, biz başlayaq. Xanımlar əl işarəsindən istifadə etsinlər. Və mən hər kəs səssizə alım ki, yalnız sual verən xanımlar. Çıxdakı da bitdilər. Nişanə xanım, siz zəhmət olmasa səsləndirin xanımların adlarını. Onlar da sırayla başlasınlar suallarını verməyə. Aha, bəli. Birinci mən Günəş xanımı gördüm. Axşamınız xeyir Günəş xanım. Görüntüsü açıqdır və sualınızı verə bilərsiniz. Buyurun. Axşamınız xeyir olsun, Nərmin xanım, Nişanə xanım. Deməli, çox gözəl hissələrə toxundunuz həqiqətən. Bəzən də belə bir şeylər olur ki, münasibətlərdə qaynanalar özlərini o münasibətin mərkəzində görmək istəyirlər. Bu kimi hallara nə cür reaksiya vermək lazımdır? Yəni necə davranmaq lazımdır bu kimi hallarda? Yoxsa ümumiyyətlə Nərmin xanım vurğuladığınız kimi bu hala yarışmamaq lazımdır. Yaşlı nəsil özlərini ara-sıra belə hiss etmək istəyəcəklər. Buna görə də həmin an onlara istədiyi şeyi verməlisiniz. Yəni o özünü evin mərkəzi kimi görmək istəyəndə, bax, onu evin mərkəzi etməməlisiniz. Amma ona bu hissi verməlisiniz. Yəni orada öz böyüklüyündən şübhə etməməlidir. Və o elə fikirləşməlidir ki, ailə onun ətrafında fırlanır. Yəni o qadın olmasaydı, o qadın o kişi ilə evlənməsəydi, sizin qaynatanıza dözməsəydi, sizin yoldaşınızı boya başa çatdırmasaydı, bugün heç bir xoşbəxtlik olmazdı. Bu nəvələr, bu ailə həyatı, bunların heç biri olmazdı. Və siz bu duyğunu ona verin. Duyğudan doymuş bir qaynana heç vaxt sizinlə mübarizə etməyəcək. Yəni xoşbəxt bir qaynana sizinlə heç vaxt işi olmayacaq. Buna görə də ona orada duyğunu verirsiniz ki, bəli, doğrudur. Amma siz onunla savaşsaz ki, yox, bu ailənin mərkəzi bizi bəsdirin, qızınızın qaynanası ona belə eləsə sizə nə dərəcədə xoş gələrdi və s. və s. Yəni savaşlar çıxacaq, mövzu lazımsız bir yerə gedəcək və sizin bir ailədəki qadın mövqeyiniz aşağı düşəcək. Bir davada haqlı olsanız da olmasanız da, yəni bu kimi davalarda qadının mövqeyi həmişə aşağı düşür. Baxın, bir maşın kimi düşünün özünüzü, tamam mı? Çox gözəl bir maşınsınız, yolda gedirsiniz, qarşı tərəfdə bir maşın var, yol hərəkət qaydalarını pozur və siz də deyirsiniz ki, o pozur da, gedim onun üstünə sürüb, o pozur. Yəni tamam da o pozur, amma sizin maşınınız zədə alır, siz bugün sabah bu maşını satsanız eyni qiymətə sata bilməyəcəksiniz, vuruq maşında artıq. Baxın, sizin psixoloji sisteminiz eyni ilə belədir. Sizin artıq psixoloji sisteminiz dəyərdən düşür, mövqeyiniz ucuzlaşmağa başlayır. Ona görə də ailə həyatında bu kimi hallardan qaçmalısınız. Mərkəzə, tamam, qoyursunuz qaynananı mərkəzə, o elə hiss edir ki, o mərkəzdədir. Sonra zaten öz oradan yavaş-yavaş çıxıb gedəcək və siz də zaten arzularınızı rahatca edə bilirsiniz. Aydındır, Nərmin xanım, başa düşdüm. Sadəcə olaraq bəzən insan hisslərini saxlaya bilir, üz ifadələrini saxlaya bilmir. Avtomatik sürətlə bütün hər şey pozulur. Bu biz bu sistemi bilməyəndə olur. Yəni kopyalanmış hərəkətlər edəndə olur ki, məsələn, özümü sıxıram ki, Nərmin xanım nə demişdi? Bir dəqiqə qaynana qoy gedim slayddakı o cümləni götürüm, gəlirəm. Gözlə burada. Baxın, bu kimi hallarda bəli, biz öz mimiklərimizi idarə edə bilmirik. Amma biz bunu dərk etdikdə, məsələn, bu seminarı kayda zaten qrupa atılır. Məsələn, seminardan 3 gün keçir, təzədən açın, yenidən baxın kayda. Bu artıq sizin şuuraltınıza oturur bu informasiyalar. Bugün sabah hansısa bir dava çıxanda siz orada görəcəksiniz, sizdən asılı olmadan siz elə bir fərqli reaksiya vermişsiniz ki, qaynanaya. Özünüz də biraz təəccüblü gəlib ki, sizə necə mən buna bu qədər sakit reaksiya verdim. Yəni qoyun bu informasiyalar sizə birinci işləsin, bu toxumlar sizə cücərsin. Sonra bunu daha real təqdim edə biləcəksiniz, kopyalamadan. Təşəkkür edirəm, çox sağ olun. Mən də sizə təşəkkür edirəm sual verdiyiniz üçün. Zeynəb xanımımıza, burada Günel xanımın görüntüsü açıqdır. Günel Həsənli. Axşamınız xeyir Günel xanım. Buyurun, sualınızı verə bilərsiniz. Salamün aleyküm. Axşamınız xeyir olsun Nərmin xanım. Salam, axşamınız. Çox həyəcanlıyam. İlk dəfədir sizin seminara qoşulmuşam. Yəni hələ keçən dəfə də istədim sizə sual verim. Elə bildim 2 gün el vardı da həyəcandan bütün bədənim əsirdi ki, mən necə sizlə danışacağam. Bağışlayın, üzr istəyirəm, yəni həyəcanıma görə. Bir dənə sizə sual vermək istəyirəm ki, yaşlı bir nəsil, məsələn, evdə
hər şey öz istədiyi kimi eləmək istəyi varsa, yəni dava dalaşla yox, xoş rəftar, xoş ünsiyyətlə, amma hər şey istəyir ki, yəni evin dizaynından tutmuş, yəni bütün hər şeyə qədər də öz istədiyi kimi olsun. Yəni burada biz necə davranmalıyıq? Yəni yenə də xoş belə deyim, izah eləsək belə, yəni bizim də istəklərimiz var. Yəni biz də necə deyim, biz də yəni ki bir qərar verməliyik. Yenə də məsəl üçün o yenə qarşı tərəf öz istədikləri kimi eləmək istəyir hər şeyi. Yəni burada bizim rolumuz necə olmalıdır qarşı tərəflə? Yəni qarşı tərəf çox böyükdür, Burada ağıl yaxşı. sizin inkişaf edib və öz evlərinizi ayırmağınız lazımdır, amma inkişaf edib. Əgər qaynana-qaynananızla bərabər yaşayırsınızsa, çox təəssüflər olsun ki, orada geniş müdaxilələr edə bilməyəcəksiniz. Ora onların evidir və onlar evlərində istənilən otağın qapısını açıq qoya bilər, istənilən otağa gətirib nəsə edə bilər, mədəni sayılacaq və sayılmayacaq bütün hərəkətləri edə bilərlər. Çünki bura onların evidir. Buna görə də biz fokusumuzu bunlara verməməli, onlara icazə verməliyik ki, evlərində rahat yaşasınlar. Öz enerjimizi yalnız özümüzə xərcləməliyik ki, biz və ya partnyorumuz tezliklə inkişaf etsin və biz gedib ayrı bir mühitdə gözəl şəkildə öz həyatımızı quraq. Yox, biz burada bunlarla konflikt edə-edə, enerjimizi xərcləyə-xərcləyə digər tərəfdə bir həyat qura bilmərik. Ona görə də buraxın onları, qoyun onlar öz bildikləri kimi etsinlər öz evlərində. Siz də davamlı olaraq fikirləşin ki, mən öz evimi necə qura bilərəm. Düşüncənizi ora sərf edin. Bəli. Nərmin xanım, çox üzr istəyirəm. Başqa xanımların haqqına girərəm birdən. Deyim birdən bir də mənə sıra düşməz. Yəni ki, qorxuram da. İstəyirəm Bizdən sizi verim suallarıma. tutmuşam deyirəm sizi. Keçən dərsdən bir dənə nüans var ki, o mənə o qədər önəmlidir. Mənə və mənim həyatıma və başqa xanımların da bilirəm ki, çatda görmüşəm. Yəni ona aid heç kim sual verməyib deyə. Olar bir dənə o sualı verim da, yəni Buyurun. sağollaşa. Buyurun deyin. 2 nəfərin uşaqlar qoyurlar. 2 nəfərin şəxsi münasibətində əgər hər zaman qadın hər zaman özü addım atırsa, yəni siz burada bu ailəyə və bu evliliyə necə münasibət deyərsiniz? Yəni buna nə cavab verərsiniz ki, yəni bu şəxsi münasibətlərdə, yəni qadın addım atmasa, bəlkə də deyək ki, bir 5 ayla, 6 ayla, hətta bəlkə 1 illə, yəni kişi öz qadınını o qədər də önəmsəməyəcək. Sadəcə qadın addım atır da, belə deyim, bu münasibətdə. Cinsi münasibətdə məcburiyyət olmamalıdır. Yəni partnyorlar bir-birini burada məcbur etməməlidir. Nə qadın, nə kişi. Yəni davamlı olaraq məcbur edirsən ki, gəl cinsi münasibətdə olaq. Kişilər qadınları məcbur edir ki, gəl cinsi münasibətdə olaq. Qadın deyir, başım ağrıyır, buram elə oldu, oram belə məcbur edir. Və ya qadınlar da həmçinin davamlı olaraq kişiləri məcbur edir ki, gəl cinsi münasibətdə olaq. Bu necə ailə həyatıdır, mən başa düşmürəm. Biz evdə belə şey görməmişik, sən gedib divanda yatırsan, yəni məcbur edir. Məcburiyyət olmamalıdır və etməməlisiniz də. Amma ailə həyatının müəyyən bir düzəni olmuş ola bilər ki, məsələn, bu düzəndə həmişə seksi kişi təklif edir və ya həmişə seksi qadın təklif edir. Və bu belə bir düzən ola bilər və tam siz təklif edəndə partnyor canla başına gəlib sizdən çox yaxşı seks edə bilər. Bu zaman niyə də təklif etməyəsiniz? Amma yox, siz təklif edəndə bu təklifdən çıxıb bir məcburiyyətə gelirsə, təbii ki, yox. Və qadın təklifi dilində yox, daha çox, yəni geyimləri ilə, öz baxışları ilə, cilvəsi ilə orada bir proses hazırlamalıdır. O təklif də ona gəlməlidir. Yəni bu şəkildə olmalıdır. Qadın bunu dinlə təklif etməməlidir. Qadının bədəni, qadının bütün ruhu qarşı tərəfə onu ötürməlidir ki, mən hazıram, səndə zəhmət olmasa gəl. Yəni bu tərzdə olmalıdır. Çox sağ olun sual verdiyiniz üçün. Yəni burada qadın özünü qurursuz belə narahat eləməməlidir də. Yəni problem qadın özündə deyil. Belə başa düşdüm. Yəni belə quruluş Cinsi budur. münasibət heç bir halda qürur məsələsi deyil. Çünki orada sizin də istəkləriniz təmin olur. Sadəcə partnyorun gül xətrinə bunu etmirsiniz. Burada sizin də ehtiyacınız qarşılanır. Sizin də çox böyük ehtiyacınız qarşılanır. Buna görə də yəni əgər məcburiyyətdirsə, onu məcbur etməməlisiniz, o da sizi məcbur etməməlidir. Amma ola bilər ki, sizin münasibətinizin sistemi budur. Daha çox təklif edən, həmişə təklif edən sizsiniz. Burada sizin heç bir problem yoxdur. Çox sağ olun, bağışlayın. Minnətdaram sizə. Bir dənə xeyrə Sağ qalsın. olun.
Növbəti görüntüsü açıq olan və sual vermək istəyən xanımımız. Mən burada Sənubər xanımı görürəm. Bəli. Axşamınız xeyir Sənubər xanım. Sualınızı verə bilərsiniz. Buyurun. Axşamınız xeyir, hər kəs salamlayıram. Axşamınız xeyir Sərvət. Mən belə bir sualım var. Mənim qaynanamgil, ən böyük problemim bəlkə də qaynanamgil gün ərzində əvvəllər məsələn elə olardı ki, səhər-səhər yoldaşım yuxudan durardı. Yəni bizlə söhbət eləmədən belə görüntülü şəkildə anası gilə zəng eləyərdi. Biz Rusiyada yaşayırıq, anası gil Azərbaycanda. Yəni hər gün bu cür evimizdə olan bütün gedişat içli olardıq da, yəni belə deyim. Şəxsi heç bir şey yox idi. Gizli heç bir şey yox idi. Sərhəd yox idi. Hər bir şey belə bu fason idi. Sonra onlar istədiyi vaxtı görüntülü şəkildə gündə 3 dəfə, 5 dəfə istədikləri qədər zəng eləyə bilərdilər. Zəng eləyirdilər də. Mənim də 3 körpə uşağım var məsələn. Və heç cür sərhəd qorunan bir şey deyil. Məsələn, zəng edir tutalım ki, səndə belədir, amma mən belə eləmişəm. Amma sən hələ yemək hazırlamırsan, amma mən şu abedi hazırlayıb yığışdırmışam. Nə bilim, sən falan şey belə çox sərhədə girirlər. Dediyiniz çox şeylər bu qaynananın idarəsində bizdə də var. Sadəcə olaraq artıq onlarla gec danışmaq qərarına gəlmişəm. Yəni gündə 5 dəfə yox, həftədə 1 dəfə və yaxud da 10 gündən bir. Elə vaxt olur ki, zəng edirlər, götürmürəm. Yəni elə vaxt həqiqətən var ki, yəni götürüb danışa bilmirəm də, semboldə görüntülü şəkildə. Yəni ümumiyyətlə telefonla danışan biri deyiləm. Hə, yoldaşım sanki elə bil özünü dili gödək kimi hiss eləyir mənim bu hərəkətimə görə. Bu halda nə edə bilərik məsələn? Amma mən heç cür, yəni istəmirəm də o qədər danışmaq. Yəni elə çox danışan biri deyiləm mən ümumiyyətlə telefonla. Necə? Yeni sual şəxsi Burada bacardığımız qədər Ümumiyyətlə. partnyorla biz komanda olmalıyıq burada. Necə bir komanda? Yəni partnyor bizim mənim başım sənin mamanın səsini götürmür. Mən artıq eynən burada dediyiniz kimi gündə 5 dəfə danışa bilmərəm, işim tökülür, qalır. Orada yəni bir boş bir söhbətin parçası ola bilmərəm tərzində partnyoru ötürdükdə o özünü komandanın kənarında görə bilər. Yəni zəng edir, yəni nə özündən nə məndən danışmır da, kiminsə mənə lazımsız olan insanların söhbətini edir. Və burada partnyor düşünə bilər ki, siz yəni böyüyə hörmət etmirsiniz. Yəni o danışmaq istəyir, Azərbaycandadır, darıxır, görmək istəyir gəlinini, oğlunu. Gəlin də burada deyir ki, mənim başıma səs düşür. Yəni tamamilə bunu ifadə edirsiniz. Və orada ana da sanki biraz çarəsiz qalır. Və kişilər ümumiyyətcə yazıqlanan qadınlar həmişə qoruma ehtiyacı duyurlar. Ona görə bəzən onlar mamalarını o qədər qoruyurlar. Çünki mama yazıqlanır ki, bala eybi yoxdur, bala tək ailən xoşbəxt olsun, yığmaram bala. Mənim yığmağım ki, o evdə söz söhbətdir. Yəni burada ananın bir yazıqlanma obrazı, yazıq obrazı da olur. Və kişilər həmişə qeyd etdiyim kimi yazıqlanan qadınlara dəstək durmağa ehtiyacı duyurlar ki, biri yazıqlanırsa mən onu alacağam qanadının altına. Belə bir prosesdə siz partnyorunuza bunun, yəni sizi incitdiyini yox, vaxt səbəbindən danışa bilmədiyinizi qeyd edib həftədə bir dəfə, hətta zaman-zaman 10 gündən birə, zaman-zaman bir aydan birə də apara bilərsiniz. Partnyor burada özünü təhlükəli hiss etməməlidir. Mənim yoldaşım mənim ailəmi saymır, mənim ailəmlə danışmır, mən də özümü pis hiss edirəm tərzində olmamalıdır. Əslində siz evdə elə bir şərait yaratmalısınız ki, partnyor da sizin adınızdan çıxış etməlidir ki, mama heç Sənubərin vaxtı yoxdur, heç biz də onun üzünü görmürük. Elə eləyir əslində. O sizi təhdid olaraq Yoldaşım. görməməlidir özündə. Ki, Sənubər mənə təhdiddir. Yox. Komanda olmalısınız onunla və o da daxildən inanmalıdır ki, Sənubər ana mövzusunda heç bir qıcıq keçirmir, təhlükə keçirmir. Sadəcə olaraq tam yoldaşımın vaxtı yoxdur, amma o mənim mamamı çox sevir, mamamla danışmağı həsrətlə gözləyir. Bu şəkildə ailəni idarə etsəniz, sizin ailəniz üçün daha sağlam olar. Yəni partnyorunuz da görməlidir ki, siz maraqlı bir qadınsınız onun anası ilə ünsiyyətə. Sadəcə indi həyat bu vaxtı üst-üstə gətirmir. Sonra zaten ana da, həyat yoldaşı da zaman-zaman çəkiləcəklər. Sərhədlər daha yumşaq sərhədlər olmalıdır. Tikanlı sərhədlər ora qoymayın. Qeyd edin ki, baxın, siz dözmüsünüz, sonra birdən partlamısınız ki, nə böyük kimi sayıram, nə rəhbər kimi xeyr. Böyük kimi tutaq, rəhbər kimi isə yavaş-yavaş çıxardaq.
Buyurun Nişanə xanım. Sual verdiyiniz üçün çox sağ olun Səmrə xanım. Bilərəm. Bir dənə də əlavə eləyə bilərəm bir şey. Zəng bu cür başlayırdı ki, dedik görək uşaqlar nə edir? Yəni nə tərsiniz özünüz yox, bu cür də manipulyasiya kimi. Dedik görək uşaqlar nə edir? Nəvələr. Belə. Tamam, o zaman yəni burada bir problem yoxdur. Baxın, onlar həqiqətən də bunu görmək istəmiş ola bilərlər Səmrə xanım, amma bu zənglərin sayının çox olmağı, ailə həyatında digər konfliktlər artıq sizi də səbirsizləşdirmiş ola bilər. Ona görə də yəni zaman-zaman nəvələrini yığsınlar, danışsınlar nəvələri ilə və siz həmin zaman təxirə salmaz bir iş planlayın və o işinizin ardınca gedin və müəyyən bir qayda qoyun ki, uşaqlar həftədə bir dəfə ya hər gün 10 dəqiqə, 15 dəqiqə nənələri ilə danışmalıdırlar. Oldu, sağ olun. Siz də Çox sağ sağ olun. olun. Keçək növbəti xanımımıza. Amma çox xahiş edirəm, individual suallarınızı verməyin. Bunlar artıq fərdi seans mövzuları olur. Çalışın, seminarın mövzusuna aid suallarınız olsun. Mən burada görüntüsü açıq olan xanımlarımızdan Nəriminə xanımı görürəm. Nəriminə Dərgahova. Nəriminə xanım, axşamınız xeyir, buyurun. Salam, axşamınız xeyir Nisan xanım. Təşəkkür edirəm. Salam Nərmin xanım bir daha. Axşamınız Salam. xeyir olsun. Mən bir sual vermək istəyirəm. Bu kişiyə pul verməklə bağlıdır. Bu bizim yoldaşımızdır, amma belə deyim də, bir növ lorul dildə desək, kişini saxlamaq yox, sadəcə deyək ki, borclar varsa, ona bir dəstək kimi, kömək olmaq kimi, yəni bu 3000, 4000 məbləğində yox, sadəcə kiçik məbləğlərdə. Yəni bunu ona dəstək ola bilərikmi və o sonra o məbləği qaytarmalıdırmı, yoxsa bu belə deyim də, büdcə məsələsi tam olaraq, yəni necə olmalıdır? Yəni və ya mən ona pul versəm, bu gələcəkdə bir problem yaşadarmı, mən dəyərdən salarmı? Bir qadın bir bəyə maddi bir kömək etməməlidir. Bunun miqdarı fərq etmir ki, bu 3000-dirmi, 200 manatdırmı, yəni neçə min manatdırmı? Siz məsələn deyirsiniz ki, çox böyük məbləğ deyil, 3000 deyil. Yəni 200 manat başqa biri üçün çox böyük bir pul ola bilər. 3000 də başqa biri üçün heç böyük bir pul olmaya da bilər. Yəni orada biz miqdara baxmırıq. Və ya bu sizi dəyərdən salıb salmamaq deyil. Qadın davranışıdır. Yəni bir qadın bunu etməməlidir. Yəni siz birinə pul yardım edəndə, partnyorunuza pul yardım edəndə çox dəyərli və ya çox dəyərsiz bir qadın olmursunuz. Sadəcə sistemdə düzgün rəftar etməyən qadın olursunuz. Bunu etməməlisiniz. Həmçində kişilər də qadına hansısa bir qadın işlərində dəstək olanda onlar da bunu düzgün etməmiş olurlar. Maddi dəstək göstərməməlisiniz. Heç dəstək göstərməməliyəm, əgər yəni bir ailə olaraq buna ehtiyacı varsa və ya. Bu pul kimin puludur? Yəni biz hibrid şəkildə etməyə çalışırıq. Sadəcə yoldaşım hal-hazırda borclarının çoxdur deyə onu ödəməyə çalışır. Ailəsi tərəfindən dəstək yoxdur deyə. Yox, pul yoxdur. Sadəcə mən özüm də işləyirəm, o özü də işləyir təbii ki. Sadəcə borc baxımından ona dəstək ola bilərəmmi? Yəni biz ailə quranda Hara gedir? Mənim maaşım özümə xərcləyirəm, evə, produkta dəstək oluram belə. Amma başqa şeyləri, kommunalda, digər şeylərdə təbii ki, yoldaşım eləyir. Borcu olmasına baxmayaraq, özəl günlərdə təbii ki, məni unutmur. Deyirsiniz, mən ona borc vermək istəyirəm. Hardan verəcəksiniz bu pulu? Maaşınızdan yoxsa kredit götürürsünüz ya? Yox, maaşımdan məsələn, deyək ki, o maaşımdan 500 manat ayıra bilirəmsə, onun borcuna dəstək olacaqsa, yəni mən onu ona verə bilərəm. Xeyr. Xeyr, pul tərsinə xeyr. Zaten birisi mənə maraqlı gəlir. Siz zaten evə bazarlıq edib dəstək olursunuz da, yəni ya ikisini də edin, ya onu da etməyin. Yəni orada da bir dəstək var axı, evə bazarlıq edirsiniz. Sadəcə biz yeni evlənmişik, onun dəstəyə ehtiyacı olduğunu düşünürəm, çünki evə də baxa bilmək lazım. Bu cür dəstəklə onun həmişə borcları olacaq. Yəni bu cür dəstək etməməlisiniz. Yoxsa o kişi həmişə borclu kişi olacaq. Yəni siz ona mənəvi dəstək olmalısınız. O rahatlayır ki, yəni hal-hazırda evə produkt alan varsa, mən borclarımı ödəməyi də gecikdirə bilirəm falan psixologiyasında olur. Tam da bu mənada deyil. Ki, ay nə gözəl komfort zonama düşdüm, əla, arvad pulu yeyim mənasında deyil. Beyinləri aktiv işləmir, testosteronları qalxmır. Təhlükəyə qarşı biraz geridə dururlar, risklərə qarşı geridə dururlar. Yalnız
bol motivasiya alan və dəstəyi maddi yox, motivasiya tərəfdən görən kişilərin testosteronu yüksək olur və onlar gedirlər hər yerdən pul tapmağa çalışırlar, riskə gedirlər, ucalırlar. Siz amma təzə evlənmisiniz və davamlı evlilik boyunca belə olsanız, onun borcları daha da çoxalacaq. Sağ Başa ol, düşdüm. çox sağ ol. Təşəkkür edirəm. Siz də sağ olun cavabladığınız üçün. Keçək növbəti xanımımıza. Könül xanım, görürəm siz görüntünüz açıqdır və sual vermək istəyirsiniz. Axşamınız xeyir Könül xanım. Axşamınız xeyir. Axşamınız xeyir. Hamınızı burada görməyə şad oldum. Çox sağ olun. Nərmin xanım, bir qısa sual verəcəm. Bu dediklərimiz hamısı gəlin qaynana münasibəti olur da. Qaynana deyinir, gəlin deyinir qaynana haqqda, gəlin yoldaşını doldurur qaynana haqqda. Bəs bu əksinə olanda necə olur? Yəni bəzən olur ki, hər hansı bir konflikt olanda əks tərəf başlayır sənin anan, sənin valideyn, sən belə elədin, sən belə gördün, bunu elədin. Onda necə reaksiya vermək lazımdır ki, yəni o sənin valideynini o reaksiyada görməsin. Sualımı verə bildim. Aha, bəli. Məsələn, mən qaynanamdan yaxşı mehribanam da, yəni həmişə altdan almağa çalışmışam. Onun anasını öz anam yerinə bəzən qoymuşam da, xala yerinə deyim də belə qoymuşam. Sualınız Amma nədir? əksinə Baxın, burada sizin nə etdiyiniz önəmli deyil. Sualınız nədir? Qaynanız sizin ananızı pisləyir. yox, yoldaşım mamamı mənə həmişə misal çəkir pis tərəfdən. Anan belə elədi, anan belə elədi, anan elə eləyir, sən anana oxşama, anan belə, anan elə. O sizin ananızın elədiklərini harda görür? Bəzən olur ki, qaynanam mən eşidir, qulağım eşidir, hardansa nətərsə, necə deyim, biraz manipulyasiya tipli maması belə elədi, sənin maman gərək belə eləməzdi, onun yanında deyir. Və yaxud da ki, biz belə gediş gəlişdə olmuşuq deyə, bəzən o qıraqdan götürüb anamın dediyi danışdıqlarını, hərəkətini deyir, anam bizim evimizi idarə edir. Məsələn, anam zəng eləyir bizə bir kəlmə, məsələn, uşaqları sorucur, ona hisslənir ki, ya mamam zəng eləyir bizim evi idarə edir. Bir saniyəlik üzr istəyirəm. Burada qalın. Mamın WhatsApp-dan müraciət etməsi. Poç deyir hamısı, şeylər var aslında. Yaxşı deyir belə, çıxıyıb nə də tutma gətirdim, soğan gətirdim. Orada deyir. Tamam, bugün Nişanə mənə ofisdə eşlik etmir, ona görə biraz burada çətinlik çəkdim. Deməli, Kön xanım, baxın, ümumiyyətcə bu proses ola bilər, tamam mı? Bizim valideynimizi, partnyor bizə pisləyə bilər. Bu doğru bir hərəkət deyil, etməməlidir. Amma biz hər zaman bir-birimizi tutmalıyıq. Yəni, komanda yoldaşımızla bizim aramızda olmalıdır. O bizə deyəndə ki, sənin maman bunu düzgün etmir, sənin maman belə, biz orada bir müdafiəyə qalxmamalıyıq. Biz orada partnyorla özümüzü gətirməliyik ki, ola bilər, bilmirəm, xəbərim yoxdur, bəlkə də. Mamamda var elə xüsusiyyətlər. Təbii ki, biz bilirik ki, mamamızda hansı xüsusiyyətlər var, hansıları yoxdur. Düzdür, cəmiyyət içərisində deyirik ki, vallahi mən keçən dəfə məndən soruşdular ki, Nərmin xanım, qadınların işlətdiyi ən böyük yalanlar hansılardır? Mən deyirəm ki, qadınlar ən çox bu yalanı işlədir ki, vallahi mən ata evimdə belə şey görməmişəm. Halbuki o qədər çox şeylər görüb ki. Yəni, siz də azdan çoxdan bilirsiniz hansı şeylər ananızda var, yoxdur. Heç bir halda partnyorunuza qarşı öz valideynlərinizi müdafiə etməməlisiniz. Kişi də bunu etməməlidir, qadın da bunu etməməlidir. Siz burada qarşı tərəfə bildirməlisiniz ki, ola bilər. Yəni, mən sənə kimsə müdafiə etmirəm. Bu komanda yoldaşlığıdır. Siz nə qədər çox ananızı müdafiə etsəniz, partnyor hər dəfə oradan sizi vurmağa çalışacaq. Buna görə siz müdafiə etməməlisiniz. Bundan sonra qaynananız sizin ananız haqqında nəsə danışdınız, zaten orada görəcəksiniz ki, yoldaşınız necə sərhəd qoyur ki, mama bəsdə öz sözünü danış deyəcək, başqasının sözünü danışma. Çünki görəcək ki, yəni sizin belə bir təhlükəniz yoxdur. Yoxdur. Çox sağ olun. Siz də çox sağ olun. Növbəti xanımımıza keçək. Görüntüsü açıq olan və sual vermək istəyən Günel Əsəd var. Günel xanım, axşamınız xeyir. Buyurun, sualınızı verə bilərsiniz. Salam, axşamınız xeyir Nərmin xanım. Axşamınız xeyir Günel xanım. Nərmin xanım,
Mən belə bir sual vermək istəyirdim bu mövzu ilə bağlı. Bayaq xanımın dediyini mən də eləmişəm. Artıq valideynlərimi müdafiə eləmirəm, yoldaşım özü müdafiə eləyir. Yer dəyişmə eləmişik. Çox işə yaradı o. Amma ki, bilirsiniz, fərqlidir də. Bəs necə eləyək ki, yəni biz mi səhv eləyirik? Bəlkə mən səhv eləyirəm. Ola bilər sizin dediklərinizdən sonra belə qərara gəlmişəm ki, mən səhvəm tamamilə. Hardansa gəldikdə, harasa getdikdə, işdən gəldikdə ilk, yəni yuxudan durduqda, nəsə bir şey olduqda da kənardan bir yerdən gəldikdə ilk qaça-qaça gedir tez mamasından başlayır danışmağa. Yəni biz qalırıq kənarda. Gözləyirik, gözləyirik nə zaman sıra bizə çatacaq. Yəni bu normaldır, yoxsa mən özümdə yenə nəsə qurmuşam? Baxın, burada sadəcə olaraq bəzən oğlanlar çox vicdan çəkə bilirlər valideynlərinə qarşı və bu da inanca görə elədiyi bir davranışdır. Yəni yoldaşınızla qaynananız arasında anormal davranışlar görsəniz, bilin ki, orada bir inanc var qaynananız tərəfindən yaradılan və o da bu inanca xidmət edir. Yəni siz bunu tapasınız ki, mənim yoldaşım gələn kimi hər şey mamasına danışır. Yəni orada özündə hansı vicdanı rahatladır, hansı inancı özündə rahatladır. Yəni mama, hə bax sən də önəmlisən mənim üçün, səni də bilməyini istəyirəm, özünü bizdən yad hiss eləməmi demək istəyir. Nə demək istəyir və icazə verməsin, getsin o hissi ona versin. Çünki verməzsə sizə də heç nə verə bilməyəcək, ortada qalacaq. Aha, başa düşdüm. Tamam, çox sağ olun. Siz də sağ olun. Növbəti xanımımıza keçək. Görüntüsü açıq olan Cəhnə xanım, siz sual vermək istəyirsiniz. Axşamınız xeyir, buyurun. Salam, axşamınız xeyir. Necəsiniz Nərmə xanım? Axşamınız xeyir, yaxşıyam. Çox sağ olun. Siz necəsiniz? Çox sağ olun. Nərmə xanım, mənim sualım belədir ki, mənim yoldaşımla anasının bağları çox zəifdir. Bu bizim münasibətə də təsir eləyir. Çünki nə vaxt ailəmizdə bir problem olsa, bunun kökünü anasına bağlayır ki, anam mənə sevgi göstərməyib, mən həmişə sevgini başqasında axtarmışam. Və yaxud da uşaqlıqdan anasının dediyi hansısa bir cümləni, 34 yaşı var, indi belə kövrələrək danışır ki, o mənim ürəyimdə bir yaradır. Yəni ana oğluna bu sözü deməzdi. Mən bilmirəm necə bir ona münasibət göstərim. Ana ilə mi münasibətini düzəldim ya da o ana ilə olan zəif bağı bizim münasibətə təsir eləməsin. Ümumiyyətlə partnyorunuzun psixoloqu olmamalısınız. Yəni son travmalarını sağalda bilməzsiniz. Sadəcə bu travmalarında, həmçinin də sizin travmalarınızda siz bir-birinizə yol yoldaşlıq etməlisiniz. Yəni o travmalarla danışanda siz burada ona bildirə bilərsiniz ki, yəni ola bilər, insanların çoxu zaten yaxşı ana modeli ilə böyümürlər və s. Yəni bu tərzdə gedim anası ilə bunu barışdırım və s. bu kimi şeylərə yəni qarışmamalısınız. Yoxsa gedəcək anasından olan o bağı düzəldəcək və sizi tamamilə unudacaq. Yəni siz bu aydakı qadın mövqeyisiniz və psixoloji məsələlərə qarışmamalısınız. Çünki daha təhlükəli ola bilər. Ailə həyatı başqa yerə gedə bilər. Və burada deyir ki, mən başqalarında axtardım. Yəni başqa qadınlarda axtarır sevgini. Aha, bəli. Xəyanətinə don geyindirir. Baxın, burada ola bilsin ki, biraz da olsa manipulyasiya da edəcək. Əslində belə yoldaşıma psixoloq yox. Amma məsələn, qaynanama demişəm yoldaşımın incik yerlərini ki, qaynanam da məsələn onu, mənim yoldaşım xaricdə işləyir gəmidə, 7 ay orada olur, 2 ay bizim yanımızda olur və o müddətdə nə o anasını itirib axtarmır, mən hal-hazırda qaynanamgilin həyətində yaşayıram, nə qaynanam onu itirib axtarmır və yoldaşım həmişə məndən ondan şikayət edir ki, o heç məni də fikirləşmir ki, mən ya gəmi qəziyə uğrayır, mən bunu qaynanama deyirəm. Sonra da yığılır, qaynanama partlayıram ki, yəni
mənlə də münasibət zəif ola bilər, sənlə də ola bilər, amma o səndən qayğı gözləyir də. Sadəcə bir kəlmə yaz ki, vəziyyət necədir? Qaynanam da ondan gözləyir ki, yox, o da heç məni itirib axtarmır. O da oğul kimi Baxın, bir ananın buna borcu yoxdur. Ya sizin qaynananızın buna borcu yoxdur. Əgər sizin ailə həyatınızda hansısa birinizin travması ailə həyatını sirkələyirsə, bu tamamilə artıq sizinlə bağlıdır, valideynlərlə bağlı yox. Buna görə də yəni partnyorunuz bəzən baxın bu mövzunu manipulyasiya kimi də işlətmiş ola bilər. Yəni bu travma həmişə onun həyatında aktiv yəni belə bir proses yoxdur ki, həmişə aktiv qalsın. Yəni o qədər aktiv qalsaydı ki, dünyanın başında gəmdə işləməzdi, gələrdi bütün mamasının yanında oturardı ki, mən sevgi görməmişəm. Deməli, yəni həyatın axı müəyyən hissələrində travma aktiv qalmır. O bəzən bunu manipulyasiya kimi də işlədir və siz heç bir halda burada psixoloq olmamalısınız. Partnyorunuzun belə bir travması var, sadəcə ona yol yoldaşı olmalısınız ki, mənim üçün sən önəmlisən və siz ona elə bir orada qayğını verməlisiniz ki, onun heç ağlına gəlmədi ki, mamam mənə yazdı, yazmadı. Yəni sonradan tam o doyumu verməlisiniz, bir qadın kimi verməlisiniz ki, onun ananın verəcəyinə ehtiyacı qalmasın. Hə, yenə orada boş qalsın, amma o boşluq görünməyəcək çox. Sual verdiyiniz üçün çox sağ olun Cəhnə xanım. Sağ olun Nərmin xanım, siz sağ olun. Nişanə xanım, son sualımızı da qəbul edək. Devam. Aha, tamam. Burada sual Nişanə vermək xanımı seçim etməkdə çətinlik çəkir. Nişanə xanımın adını çəkəndən sonra bir neçə dəqiqə sonra seçim edir. Seçin Nişanə xanım. Bir xanım da sualını versin, daha sonra yekunlaşdıraq. istəyirəm hər bir xanım öz sualını rahat bir şəkildə verə bilsin deyə gözləyirəm ki, baxım kim. Gösterme atarlarını tanıyın. Uygularsın. Leyla xanım, siz sualınızı verə bilərsiniz. Buyurun, axşamınız xeyir. Axşamınız xeyir olsun. Tamam, Ə, axşamınız xeyir Leyla xanım. Mənim sualım yine maddiyatla bağlıdır, amma bizdə situasiya fərqlidir. Deməli, hər iki kişinin də qadının da ikinci evliliyidir və qadının uşaqları var, düz kişinin də uşaqları var, amma onlarla yaşamır da. Və kişi qadından alimenti tələb eləyir ki, ortaq büdcəyə daxil olmalıdır, çünki sənin uşaqların bizlə yaşayır. Amma qeyd edim ki, kişi uşaqlar üçün yəni heç bir maddi dəstək göstərmir də. Yəni hər bir şeyin uşaqların öz doğma atası, bioloji ataları eləyir. Amma yenə deyir ki, yəni biz bir yerdə yaşayırıqsa, uşaqların da ümumiyyətlə aliment bir büdcəyə daxil olmalıdır. Qadın burada həqiqətən verməlidirmi aliment orada büdcəyə daxil eləməlidir, yoxsa sırf uşaqlara işlətməlidir? Əgər partnyorun yəni mühasibatlıq tərəfinə güvənirsinizsə, ki, zaten məncə güvənirsiniz ki, evlənmisiniz onunla, bu zaman yəni pulun liderliyi kişiyə verilməlidir. Baxın, kişiyə pul verilməməlidir, amma pulun liderliyi verilməlidir. Çünki ola bilsin ki, o bu zaman özünü uşaqların atası kimi hiss edə bilər. Təbii ki, bioloji atası heç vaxt olmayacaq, amma o evdə onların üzərində bir ata kimi özünü hiss edə bilər ki, siz alimenti qata bilərsiniz ortaq büdcəyə və o büdcədən ayrılıb xərclənə bilər uşaqlara və liderlik kişidə ola bilər. Ona görə biz yəni pul cəhətdən bəli, pulu kişilərə verməliyik ki, liderlik onda olsun. Siz özünüzü yəni yorub kişiləşdirməməlisiniz xərclərə görə. Kimə nə çatdı, kimin qış paltarı, kimin yay paltarı heç biri ilə. Siz öz partniyora deməlisiniz ki, almaq lazımdır bu qədər. Çatar çatmaz artıq onun problemidir, onun hesablama qaydasına əsasən getməlidir. Yəni Bəs çatmasa pulun əgər liderliyi onda olmalıdır. Çatmasa yəni bir yolunu tapmalıdır artıq. Yəni siz zaten pul verərkən də deməlisiniz ki, mən sənə yəni bu verərkən ona deməməlisiniz ki, bax verirəm. Amma bu uşaqların nə isə əksik olmasın. Sən özün bilirsən mən onların üstə necə əsirəm. Yəni bu tərzdə olmamalıdır. Siz ona pul verərkən bildirməlisiniz ki, elə səndə olmağı lap yaxşıdır. Çünki bir də görsən 5 manat çatmır, 5 manat çox olur, 5 manat əksik olur. Sən özündə kompensasiya edərsən. Bəlkə məsələ odur ki, məsələn o qadının uşaqlarına nəsə eləmir. Qadın uşaqlarının xərcini ataları ödəyir də, bioloji ataları ödəyir. Və belə deyək də, aliment yüksək bir məbləğ alimentdir. O, yəni uşaqların xərcini artıqlaması ilə ödəyir o aliment, hətta artıq da qalır. Yəni amma kişinin maaşı demək olar ki, kişinin də birinci ailəsi var və uşaqları var. Demək olar ki, maaşının çox hissəsini öz uşaqlarına xərcdir və demək olar heç evin xərcinə belə çatmır onun maaşı. Olsun. Yəni burada artıq qadının uşağının pulu ortada xərclənir. Bəs niyə güvənmədiyiniz, bu cəhətdən güvənmədiyiniz bir ailə həyatı qurmusunuz Leyla xanım?
Onu evlənəndən sonra üzə çıxıb. Çünki bu artıq sizi baxın kişiləşdirir. Artıq siz kişiləşmiş bir qadın olursunuz ailə həyatında. Yəni Ona hətta görə qadının belə xərclərini ödəmir ki, sənin onsuz da alimentin var və yüksək məbləğ bu sənə çatır. Özün öz xərclərini oradan ödə. Mən pulumu çatdıra bilmirəm, çünki mənim öz uşaqlarımın xərcləri var. yəni baxın haqlı da ola bilər ki, çatdıra bilməməkdə haqlı ola bilər. Buna görə yəni liderlik Çatdıra kişiyə verilməlidir. bilməməkdə hə, haqlıdır. Yəni özüm də Bəli, buna görürəm ki, görə də çatdıra yəni bilmir. müəyyən müddət bu sınana bilər, liderlik kişiyə verilə bilər. Yəni nəticədə qanunan aliment sizdədir də, yəni bunun nəsə təhlükəsi yoxdur ona verməkdə. Yəni liderlik ona verilib, daha da dəstəklənilə bilər ki, mən sənin liderliyinə güvənirəm, bu pulu ailəmiz üçün daha yaxşı dəyərləndirəcəksən. Bu da sizi bir çox stresslərdən uzaq tuta bilər. Mən liderliyin bəydə olmasının hər zaman tərəfdarıyam. Borc kimin deyil də liderliyin. Çünki məsələn bu qadını çox yoran bir prosesdir. Məsələn mən özüm biləndə ki, tutam ki, üstümdə 10 manat pulum var, 3 manat nəyəsə verəcəm, 5 manat nəyəsə, avtomatik olaraq stressə düşürəm. Heç bir halda heç bir məsuliyyəti götürmürəm. Məsələn mən özüm də işləyirəm, amma heç vaxt pulun liderliyini götürmək kimi bir ehtiyac hiss etmirəm. Bu demək deyil ki, mənim partnyorum çox yaxşı mühasibatlığı bacarır, yaxşı pulları bölə bilir, yoxsa yox mən bunu götürmürəm. Siz də götürməməlisiniz, liderlik olaraq təqdim etməlisiniz. Və orada indi məsələn partnyor sizin gözünüzdən bir kişi kimi düşübmü, düşməyibmi, bu liderliyi ona Mən yaraşdırır. sadəcə uşaqlarıma haqsızlıq eləyəcəyimi düşünürəm belə eləsəm. Baxın, zaten siz olaraq Yəni bundan uşağımın ayrılıb onlara haqqında o haqsızlıq öz belə deyək etmirsiniz. də öz uşaqlarını aparıb yedizdirmək istəyir də belə çıxır da. Baxın Yəni Leyla mən də xanım, bu o haqsızlığı uşaqlara zaten haqsızlıq olunub, onlar bioloji atalarından uzaqlaşıblar və gəliblər başqa bir modellə böyüyüblər, tamam mı? Onlara ən böyük haqsızlıq həyatdakı zaten budur. Pul mövzusunda uşaqlar heç vaxt haqsızlıq hiss etmirlər. Uşaqlara sevgi lazımdır, qayğı lazımdır. Alimentin hamısının xərclənməməyi yox. Analarını xoşbəxt görmək lazımdır. Kişiləşmiş bir qadındır uşaqların haqqına girən. Yəni siz onlara xoşbəxt qadın, rahat qadın modelini təqdim edin. Heç vaxt onların haqqına girmiş olmayacaqsınız. Yəni uşaqlar heç vaxt böyüyəndə maddi cəhətdən sıxıntılarını yaşamırlar. Qeyd etdiyim kimi liderlik kişiyə verilməlidir. Amma sizdəki mövzu bu deyil. Sizdəki mövzu pulumu verim, verməyim deyil. Siz konkret olaraq o insana güvənmirsiniz. O insanın ailə dəyərləri sizin üçün şübhə altındadır. Buna görə də yəni problem sizdə aliment məsələsi deyil əslində. Sağ verdiyiniz üçün çox sağ olun. Çox sağ ol. Müşahid xanım, artıq sual cavabımızı yekunlaşdıraq. Hər biriniz suallarda iştirak etdiyiniz üçün təşəkkür edirəm. Növbəti seminarımızda da digər xanımlarımız da suallarını verərlər. Nişanə xanım, hər şey qaydasındadırsa seminarımızı yekunlaşdıraq. Bəli, hər şey qaydasındadır. Xanımlara təşəkkür edirik iştirakları üçün, verdikləri suallar üçün. Zaten bir xanımın sualında bir çoxlarımız cavab tapa bilirik. Hətta bəzən elə suallar verirsiniz ki, baxıram ki, biz seminarda bu mövzudan danışmamışıq. Onu geniş izah etmək istəyirəm ki, əlavə bir çünki baxın bunlar ailə içindən gələn suallardır, məişətin içindən gələn suallardır. Yəni kitablarda yazılan qanunlar deyillər. Ona görə də bu suallar çox yaxşıdır ki, biz də oradan nələrsə götürə bilirik, maraqlı gəlir, öyrənə bilirik. Gecəniz xeyrə qalsın. Hər birinizə təşəkkür edirəm. Sağ olun, salamat qalın.